sabahın ruzusunun dərdini çəkən adam Allah'a iman gətirməyib. Allah'ı tanımayıb. Çünkü Allah bugün varsa sabah da var. Allah Allah'dırsa o sənə təqdir etdiyini sənə yetirəcək. Ayətullah Behçət bunu demişəm, gözəl misal çəkir. Uşaqlar niyə ruzu dərdi çəkmir? Heç ağlına gəlmir ki, sabah necə olacaq? Çünki ata-anasına arxayındır. Deyir, onların ata-anasına arxayın olduğu qədər biz Allaha arxayın olsaq, sabahın birisi günün bir il sonranın dərdinindən çəkməklə aramlığımızı itirmərik. Bazen oturup araştırsam mən niyə narahatam, altından küfür çıxır, küfür. Küfür bilirsiniz, Allah'a danmaq, Allah'a inanmamaq. Küfür, kafir sözünün kökündə, kafir küfürdən yaranmış bir sözdür. Nədən qorxursan, nədən çəkinirsən? Allah yoxdurmu? Varsa səni sevmirmi? Gücü çatmırmı? Bu sualları özünə ver. Sənin başının üstündə hər şeyə qadir olan və sənə özündən rəhmli olan Allah varsa, sən nigaransansa sabahdan, deməli sən o Allah'a inanmamısan, tanımamısan, başa düşməmsən. İnsan gərək bir zərrə aramlığını itirəndə dərhal onun kökünə qayıtsın. Nədən qorxursan, kimdən qorxursan, bu qorxu odur ki, sən Allaha şərik qoşursan kimisə, bu şirkin təzahürləridir. Mömin aramlığı ehtiyaclıdır ki, aramlığın üzərində pərvaz eləsin. Necə ki, təyyarə hamar bir yerdə hərəkət eləyib pərvaz eləyir. Yer gərək hamar olsun, düz olsun. O uçuş zolağının xüsusi qaydaları var. Kələkötür yerdə təyyarə start nöqtəsi gərək aram olsun, gərək onun üzərində hərəkət eləsin. İnsanın ruhunda da bir, belə deyək, təməl olaraq mənəvi aramlıq olmalıdır ki, o aramlıq nöqtəsindən insan pərvaz eləyə bilsin. Aramlıq olmazsa, insan heç zaman göylərə pərvaz eləyə bilməz, bu mümkün deyil. Din bir çox günahları ona görə qadağan edib, əməlləri qadağan edib və günah adlandırıb ki, o aramlığı əlindən alır. Həyatı bir-birinə vurur. Səni naaram eləyir, səni sakitliyi, mənəvi o daxili komfortu itirirsən. Ona görə, məsələn, şor gözlük, insanın o gözünə yiyəli eləməməsi, insanın ilk növbədə aramlığını itirir. Gözü orada-burada olan, gözü qaçan adamlar aram ola bilmir. Mümkün deyil. İstirab gətirir, həsrət gətirir. Yadınızdadır, mən 10 gün məhərrəmdə danışdım. Biz elə bilirik, haramlar, belə deyək də, həyatımızın praktik hissəsindən ayrı hökmlərdir. Ki, bu olmaz, sadəcə Allah deyib olmaz. Yox, haramlar birbaşa bizim həyatımızla əlaqəlidir. Praktiki təsiri var. Allah deyir, şirin, aram, gözəl yaşamaq istəyirsənsə, əsəblərin yerində olsun, gözü və yiyəli elə. O gözü qaçırtmaqdan sənə heç bir xeyir gəlməyəcək, ziyanı bu olacaq ki, sənin bütün aramlığı əlindən verəcəksən. Hicab nə üçün vacib buyurulub? Hicab həm kişilər, həm qadınların özü üçün aramlığı yaratmaq üçün. Bu cəhətdən hicab vacib buyurulub. Həyəcan yaratmasın. Deyirlər ki, qərbdə elə hamı açıq-saçıq gəzir, amma heç bir-birinə fikir vermir adamlar. Bunu hətta bir neçə ziyalı adamdan da eşitmişəm ki, deyir, yaxşı, nə oldu elə burada hicaba bürünür, amma ki, heç o məsələlər həll olmur, orada açıq-saçıq gəzir, heç elə bil görmürlər, küçədən keçirlər. Bilirsiniz, bir yerdəki ailə dəyərləri var, bir yerdəki xəyanətin anlamı var. Onunla yanaşı olsa bu xüsusiyyət o fəzilətlidir. Bir yerdəki ailə institutu yoxdur, xəyanətin anlamı yoxdur, o halda açıq-saçıqlıq bəli insana təsir eləməyə bilər. Məsələ bundadır ki, bir cəmiyyətdəki ailə dəyərləri var, insanlar arasında sədaqət var, xəyanətin bir mənası, anlamı var. O halda insanın iffətli olması dəyərlidir. Yoxsa bütün dəyərlər əldən gedibsə, o ona baxmaması, çünki o, bilirsiniz, necə deyimiz, onu təhrik eləyən bir amil yoxdur. Çünki nədənsə, o əlin atdadır. Və bir, onun ümumiyyətlə mənəvi baxımdan anlamı itib ki, yəni bu xəyanət belədir, filandır, bu yoxdur belə anlayış. Belə olmayanda onun ona baxmamasının da bir dəyəri yoxdur.
Bir yerdə ki, dəyərlər var, ailə var, sədaqət anlayışı var, o yerdə insanın öz gözünə nəzarət eləməsi, hicabın vacib buyurulması kişilərin aramlığı üçün və eyni zamanda qadınların da rəqabət mühitinin istirabından azad olması üçündür. Geyim rəqabəti qadınları həlak eləyir, əldən salır. Əməlli başlı problemdir yəni. Bir-biri ilə yarışa çıxır və uduzmayım deyə düşünür, bu əməlli başlı istirab yaradır. Ona görə deyir, sadə bir növ geyim olsun, örtünsün insan ki, bu istirabdan da azad olsun. Bu qadınlara da bunun faydalarından biri budur. Biz hər bir günahı, hər bir əməli sırf dəyər kimi yox, onun praktiki əhəmiyyətini başa düşərək mənimsəməliyik, qəbul etməliyik. Bu çox önəmli məsələdir. Dəyərlər praktiki əhəmiyyətdən məhrum olduqda onu tətbiqi də mümkün olmur. İnsanlara ancaq nəsihətlə yolda saxlamaq olmaz. İnsan praktiki əhəmiyyətini başa düşməlidir. İslam bir çox şeyi sadəcə ona görə haram eləyib ki, tək ola bilər bir səbəbi bu olmasın. Bir neçə səbəbin içində mütləq bu səbəb də var ki, haramlığı əlindən alır. Qumar haramdır ona görə ki, qumar oynayan adamlar nə qədər istirab keçirir. Onu bilirsiniz də özünüz, onun vaxtında çatdırmağı var, onun malını, sərvətini uduzmaq. Əməlli başlı istiraba çevirir həyatı. Yalan niyə görə qadağandır? Neçə səbəbi var, bir də budur ki, yalan danışan adam stres içində yaşayır. Heç vaxt mümkün deyil, yalancı haram olsun. Hətta artıq bu fizioloji baxımdan cismində də hiss olunur. Bunlar hamısı Allahın sübutudur. Əgər Allah yoxdursa, insan maddi bir varlıqdırsa, doğrunun yalanın nə anlamı var? Yalan danışanda insanın cismində hansısa bir dəyişiklik olur ki, hətta onu müəyyən cihazlarla da müəyyən edə bilirlər. Bu onu göstərir ki, bu əvvəla bu dəyərlər var, deməli Allah var, bu dəyərlərin arxasında bir anlam dayanmalıdır. Maddi varlıq üçün yalanın nə anlamı var? Ümumiyyətlə bir insan ət parçasıdırsa, yalan, doğru ona niyə təsir eləməlidir? Bu bir. İkincisi də bunu göstərir ki, günahlar insanın aramlığını o dərəcədə əlindən alır ki, hətta fiziki baxımdan onda bir həyəcan, istirab yaradır. Bəzi musiqilərə din deyir, haramdır. Elə bilirlər ki, məsələn, cavanlardan bəsir. Nə oldu, indi yaşamayaq? Deyir, yaşa. Yaşamağın üçün bunlar sənə mane olur. Bu musiqi növləri səndə istirab yaradır. Sənin dinc yaşayışından səni məhrum eləyir. Səndə yersiz həyəcan yaradır. Ona görə ondan deyir, uzaq ol ki, aram və xoşbəxt, ləzzətlə yaşayasan. Ləzzətlə yaşamaq üçün bunu deyir. Deyir, qohumunla qonşu olma çalır. Qohumla qonşu olmaq, bir budur ki, sən yüklənirsən, həm qonşu haqqı var, həm silə-i rəhm var, qohum haqqı var, onun ikisinə də riayət eləmək çətin olur. Eyni zamanda qohumların ki, bir-birinə qohumluq əlaqəsi var, istər-istəməz gözü bir-birində olur, tanıyır da qohumluq, qohumluğun bir rəqabəti də var axı, təbii olan bir rəqabət var. Onlar qonşu olduqda bu davaya çevrilə bilir. Onun hər həyatının hər detalından xəbərdar olmağa çalışır. Bu aramlığı itirir. Bura qədər din bu məsələlərə önəm verir. Vərə xüsusiyyəti var. Vərə təqvanın ən ali nöqtəsidir. Vərə nədir? Vərə yəni günah olan mühitdən qaçmaq. Günah olan mühitdən qaçmaq. Ona görə ki, hətta sən gedib qorunsan da mənasız istirab yaradır səndə. Kibriti qoy benzinin yanına, sonra deyir, amandır, məsələn, bir od qala benzinin yanında, benzin bir bakının yanında, bir çəninin yanında, sonra deyir ki, diqqətli olun, ehtiyatlı olun, yanmayın da, bunu burada niyə yandırırsan ki? Özünü niyə atırsan onun içinə ki, sonra deyəsən ki, orada mən diqqətli olun. Diqqətli olmaq üçün o mühitdən çəkin ki, aramlığı itirməyəsən. Naməhrəmlə deyir, xəlvət eləmə. Ola bilərsən günaha düşməyəsən, amma səndə yersiz bir həyəcan yaradır, istirab yaradır. O anda sən aramlığı itirirsən deyə deyir, o mühitdən uzaq ol, xəlvətdə qalma ondan. Bunlar hamısının fəlsəfəsi budur. Mövzuların məntiqini bilmək lazımdır. Və təqva əhli aramlığa can atır. Çünki bütün fəzilətlər aramlıqdan doğur. Aram olmayan qəlbdə fəzilət çiçəklənə bilməz. İstirablı qəlbdə, nigaran qəlbdə, narahat qəlbdə fəzilətlərin inkişafı, çiçəklənməsi mümkünsüz bir şeydir. Aramlıq zəmindir, mənəvi zəmin yaradır ki, insan bir başlasın özü ilə iş görməyə. O zəmin olmasa
İnsan başını itirir o səs-küyün içində. Qaydaq indi xütbəyə. Şimdi bunun hamısını nə üçün dedim? Hansı xüsusiyyəti deyəcək Həzrəti Əli əleyhissalam ki, bu qədər mən müqəddimə danışdım onun üzərində. Təqva əhli özündə aramlıq yaratmağa can atır. Necə? Buyurur ki, hacatuhum xəfifə. Hacatuhum xəfifə, yəni arzuları qısadır, yüngüldür. Uzun arzular eləmirlər. Arzuları azdır, qısadır, maddi arzulardan söhbət gedir. Yadınızdadırsa demişəm, mənəvi baxımdan zirvələri nəzərdə tutmalısan, ən uca arzuları nəzərdə tutmalısan. Maddi baxımdan arzularını qısalt, arzularını yüngülləşdir, azalt ki, aram yaşaya biləsən, nəfəs ala biləsən. Bizim çox arzularımız var ki, bizə lazım deyil, yersiz şeylərdən doğur. Bəzən rəqabətdən doğur, qonşudan dala qalma prinsipindən doğur. Arzular yaradır bizdə. Hey, bizim qəlbimiz arzu istehsal eləyir. Bunu başına buraxmaq olmaz. Bu arzuları təftiş eləmək lazımdır. Qəlb dayandığı yerdə mühit, ictimai mühit, ətraf, daxili xüsusiyyətlər insanda arzu istehsal eləyir. Ona görə insan arzularını, xəyallarını təftiş eləməlidir. Onu təftiş eləməyi bacarmalıdır. Çünki arzular çoxalanda narahatlıq da çoxalır. İnsan gərək çox arzularla yüklənməsin. Arzuların bir çox insana ziyan vurur. Deyə bilərlər ki, arzusuz insan uğursuz olacaq axı. Arzular insanı fəaliyyətə sövq eləyir, bir motivasiyadır. Mən yenə də deyirəm, mən böyük bir mənəvi zirvələri fəth eləmək məqsədini demirəm. Əksinə, insan böyük məqsədlər qarşısına qoymalı və təlaş etməlidir, çalışmalıdır. Amma kiçik arzular o böyük hədəflərin yolunda əl-ayağa dolaşır, əksinə uğura mane olur. Bu bir mənalıdır. Bu bir mənalıdır, bunun sübuta ehtiyacı yoxdur. Hansı içində bilirsiniz, insan özü ilə məşğul olanda maraqlı mənzərələr çıxır meydana. İnsan özünü buraxanda, belə deyində, necə gəldi yaşayanda, onda çox şeydən qafil olur. Amma təzə bir arzu yarandısa içində, deyən o arzunuzda, bu nə istəkdir, nə arzudur, nə üçün bunu istəyirəm? Arzunun dərhal qarşısını al. Hətta haram bir şey olmasa da, o arzunun qəlbində kök salmasına imkan vermə. Çünki 100 dənə giriftarçılıq yaradacaq sənin üçün. İnşallah filan olsun, inşallah. İnşallahı da buradan əlavə edir ki, dindar kimi görsənsin. İnşallahla o arzularını sıraya düzür, baxsan ki, görsən ki, bu gerçəkləşməsi üçün bu 100 il, 1000 il yaşamalıdır yer üzündə. Mümkün deyil bu. 1 milyon dollar mənə məsələn pul lazımdır. Kim dedi onu sənə? Kim dedi onu? Hardan çıxartdın bunu? Sənə məhz bu məbləğdə lazımdır. Onsuz da keçinə bilərsən. Baxsan görəcəksən ki, onu yaradan yersiz xüsusiyyətlərdir, hisslərdir içində. Mən demişəm, yadınızdadır, Məhərrəm ayında imamın üçündə bu sözü danışdım. Dedim ki, çox qazanmağı din təqdir eləyir. Bu başqa şeylərdir. Çox qazanmaq ayrı şeydir. Din heç zaman deməyib ki, bu qədər qazandım bəsindir. Din deyir, qazan, nə qədər artırırsan, artır ki, onu bərəkətli sərf eləyə biləsən. Bunun sənin arzularına dəxli yoxdur. Sən arzularını qısalt, ehtiyaclarını azalt, pulunu çoxalt. Onda sən faydalı olacaqsan cəmiyyətə. Ruzun artdıqca ehtiyacları da artırasan, arzuları da artırasan, onda sənin ruzunun bərəkəti olmayacaq. Yəni, ruzu qazanma demir. Və deyir ki, o adam ki, mal toplamır, onda xeyir yoxdur, hədisdə var. Mal toplamayan insanda xeyir yoxdur.